Salamlayıram sizləri, mən şəxsən Heydər Hüseynlə Veteranlar Liqasında günün növbəti qarşıdurması Suraxanı və Zirvə komandaları qarşılaşır. Artıq oyunun ədalət təmsilçisi Kənan Əsədovun start stili səsləndirildi. Uğurlar arzulayır iki komandaya. Meydanda mübarizə aparır qaralı formada. Son çempion Suraxanı komandası, rəqibi sağlı formada Zirvə komandasıdır. Şailə Sənov Sadiqdən top meydanı tərk edir. Yusifdən başla zərbə. Qapıcı qarşı qayda pozulur. Sadiq. Salih. Sağ sınaqdan sürəkdən də Salih və Elcandan blok gəlir zərbəyə. Top yenidən Sadiqdə. Zirvə komandası müdafiədən çıxmağa çalışır. Salih, daha doğrusu Sadiq idi burada. Bir rəqibindən sıyrıldı. Sabitdən solsuna Elmar Əliyev və Sulov bu epizodda macal tapa bilmədi zərbə indirməyə. Mikail Əsənov Suraxanlardan hücum əmləsi Tərlan geriyə çəkildi. Elcanla oynadı. Ötürmə qarşılanır Elmar Əliyev. Salih Rəsulovdan top meydanı tərk etdi. Tərlan. Cavid topu aldı Yosifdən. Cavid. Top hələ də özündə saxlayıb. Bax, indi ötürməsini edir geriyə doğru. Sadiq. Salih. Saxladı. Ötürmə yaxşanlı. Cavid. Özü zərbə indirdi. Blok qoyulur. Mikail Əsənov. Elmar Əliyev. Keçdi bir rəqibini. Elmar. Blok qoyulur zərbəyə. Tərlan. Ötürmə geriyə doğru. Elcan. Salih. Top Sadiqdə. Yenə səliqəsiz şəkildə davam etmişdi, amma çatdırdı özünə. Salih Rəsulov. Rəsulov özü ilə elədi, özü ilə zərbə indirir, amma top qapının aralı keçir. Ceyhun. Mikail Əsənov. Yusif tək toxunuşu ötürmə girdi. İndi Zirvə komandasına hücum əmrəsi Elmar Əliyev topladı. Azlıq təşkil edirlər öndə Zirvə komandasının oyuncuları. Namiqin ötürməsi Cavid. Salih. Namiq zərbə indirmək lazımdır. Zərbə gəlir, amma geri teyq alınır. Yusif. Mikail. Sınaq dəyişdi. Tərlan qüvvətli zərbə dirəkdən qaydarır. İndi hücum əmləsi Zirvə komandasına gələ bilər. Elmar Əliyev. Tələsmirlər. Tempo aşağı salırlar.
Qayda pozulub. Sadiq. Top Salih'də. Salih Rəsulov Elmara çatdırdı ötürməni, indi Sadiq topladı. Bir daha Elmar Əliyəzər meydan sahasında ötürmə Elçan qarşıladı. Əksüm əmrəsində Suraxan komandasına gələ bilər Mikail Həsənov. Ara ötürməsi əl alınır. Nə etmək istəyirdi Yosif? Ceyhun. Ceyhun Mənsimov. Elçana gəldi top. Salih. Sadiq. Uzu baxdı qapıya. Blok qoyuldu zərbəsinə də. Out. Time out. Zirvə komandası time out götürür. Time out yekunlaşdı. Yenidən oyuna davam. Tərlan. Mikail Həsənov yaxşı keçdi bir rəqibinə. Səlov. Bir də yendirdi zərbəni. Sadiq. Zirvədən daha bir hücum əmrəsi izləyə bilərik. Cəqan ötürmə Elmar Əliyev. Araz Allah Verizadə. Ünvansız ötürmə auto yollanır. Salih. Sınağı dəyişdi. Sadiq. Çox vaxtı topu özündən irəliyə sanki. Nomir. Şümə Əfəndi ilə uzaqlaşdırdı top meydandan. Çayal. Elmar. Ekstusunda da zirvə komandası 300 gəliblər. Salih Rəsulov. Rəsulovdan solsuna Elmar Əliyevdən tək topmuşdu ötürmə. Qeyri dəqiqdir. Yosif. Suraxanla. Ceyhun Mənsimov. Out. Allah kömək olsun Mustafayev. Dvarov, şimdi yaxşısınız. Ceyhun Mənsimov. Elcan oynadı. Tərlan. Altı işəsən atan. Hələ ki, artıq oyunun 10 dəqiqəsi geridə qalıb. Hesab açılmayıb. Zirvə və Suraxanı komandalarının mübarizəsində indi zirvə komandasından hücum əmrəsəsi olsun atan. Elmar Əliyev. Qarşısında Tərlan var. Ötürməsi bloklandı. Hücum davam edir. Cavid. Daha bir ötürmə yenə qarşılanır. Al Suraxanla. Veteranlar Liqasının son çempionları Suraxanı heç yaxşı başlamadı bu sezon turnirə. Turnirdə reaksiyon deyil o qədər də vəziyyətləri. Salihdə zərbə kölümü Ceyhun Mənsimov yaxın ikinci yaxşı bağlamışdı.
Hesab 0-0'dır. Salih, Elmar, Cavid zərbəni endirir. Out. Gəlişinə Namiqdən birbaşa zərbə qapının üzərinə yollanır. İşte oyunda biz 11-ci dəqiqədəyik. Bir rəqimində Şəhsəs Suraxanlar təhlükəli gəlib bu dəfə. Sadiq vaxtında müdaxiləsini edir. Ötürmə Zavidə sol saxda Elmar Əliyev. Əliyev Araz Allah Verizadə var idi önündə. Ötürmə Salih Süleymanov. Ön açıqdır. Süleymanov. Daha doğrusu Salih Rəsulov idi bu. Salih neyi gözlüyordu axı? Niyə zərbə indirmədi? Qüvvətli zərbədən malik oyuncusu həmçinində. Qüvvətli zərbə bu dəfə Elcandan gəldi. İndi əksü mərməsi yenidən zirvədən. Elmar Əliyev. Salih Rəsulov gəlişinə zərbə. Toxunuş var. Toxunuş var müdafiəçilərdən. Korner. Uğursuz ötürmə. Çayal ötürməsi keçdi. Yusufin zərbəsi. Apısı xilas edir. Türmə qarşılandı Namiq tərəfindən. Əksusu. Salih. Salih Rəsulov. Rəsulovdan zərbə girdi qolu. Asif Abdullayev, teşekkürler. Mənsimov, top gidiyor üstə. Vursuz bir ötürmə olur. Kenan. Namiq. Elmar. Elmar Əliyev zərbəsi çərçivədən aralı keçdi. Al-Suraxanla Kenan. Salih. Uçsuzdur divar pası. Yaxşı düşünmüşdü əslində Salih Rəsulov, amma çatan olmadı o ötürməyə. Tərlan topla. Dümə Namiqdən keçmir. Namiq. Sağ saxda Salih. Rəsulov çəkdi sağ ayağına. Salih! Salih! 1-0 hesab açılır. Zirvə komandası tərəfinə 1-0. Nəhayət ki, axtarılan o qol gəlir. Bir anlıq qoldan sonra sükut çöktü meydana. Niyə isə? Biz hər zaman görmüşük, qoldan sonra meydanda sevinç, səs-küyü, şuarları səslənir, amma tamamilə sükut çökür meydana. Boşlu zərbə Əlidən refleksi ələ alındı. Müdafiədə necə bir boşluq vermişdi zirvə komandasının oyuncuları. Out.
Şahin Əsənov. Ayda pozulub Kənan tərəfindən qarşı. Şahin Əsənov. Mircəy Məsimov. Əsənov. Cəkanov ötürməsi altı yollandı. Elmar Əliyev. Salih Süleymanov. Oxlandı zərbə. Bura Razin Alim stadionudur. Sadiq Canalı eşdi. Elmar Əliyev. Əliyev zərbə dəf olundu. Elmar gəlişinə zərbə Mircəy Məsimov. Diqqətlidir qapılar. Elmar Əliyevə qarşı Tərlan qaydanı pozur. Yox. Elmar Əliyev qaydanı pozmuşdu Tərlana qarşı. Əks-susum zirvədən 3-2 asılıda yaxalayıblar rəqiblərini. Salih Rəsulov. Aseycanə qol müəllifi topladı, gözlədi. Elmar Əliyev ötürmək. Yenidən Salih. Uğursuzdur. Gizişdirdilər. Şahin Əsənov. Out. Aras. Tamamilə geriyə şəkildə qapısı ilə oynayır. Ceyhun. Tərlan. Yosun önünə düşdü top. Toxunuş var müdafiəçilərdən. Korner. Türmə gəldi. Tərlan'dan zərbəli yenə diqqətlidir qapısında. Reaksiya yenə də yaxşı alınır. Ötürməsi gəldi Namik. Uzaqlaşdır zərmə meydan sahasından. Əks-suma çıxır zirvə komandası. Top Cavitdədir. Başlı qaldırdı sağa sola baxır ötürmə etmək üçün. Özü zərbə indirdi Mirceyhun. Üzərinə gələn topu dəf etməyə bacarır. Outlaw davam edəcək hücumları zirvə komandasından. Tamamilə geriyə çəkildilər. Yenidən və geridən başlayırlar hücuma. Sati. Yaxşı fırlandı Kənan. Kənan qapısını keçməyə çalışdı. Uğursuz anlar. Mircəy Məsimov qapısını tərk edib. Ötürməsi olsun aha. Tərlanın açıq idi. Özü zərbə indirir. Lakin bir dəqiq zərbə oldu. Sadiq. Ötürmək gəldi və Cavil 2-0 edir hesabı. İkinci qolunda tapırlar Suraxanın qapısında zirvə komandasının oyuncuları. Kənandan bu dəfə ötürmək gəlir. Məhsullar ötürmə və Cavid bəlkə də günün ən rahat qollarından birini imza atır. 2-0. Elsan topladı. Yusif.
Zərbə uğursuzdur. Əlin ötürməsi səsində olsa keçir Kənan. Araz top aldı ondan. Salih idi bu. Üzünü tutub yerdə qaldı. Salih Rəsulov. Müdvarası etdi, bir zədə olmaz. Mikail. Zeyman sağsına Mikail Əsənov. İzeyho. Mikail Əsənov. Sonra dəyişdi Elcan. İzeyhon özü sərf endirir. Müdafiəçilərdən qaydan topa at yollandı. Tərdan. Sadiq qəbul etdi topu. Salih Rəsulov. Sonra dəyişdi. Cafid. Kənan oynuyor. Ötürmə qarşılandı. Salih Rəsulov. Rəsulov. Tubun gəlir. Salih Rəsulovdan 3-0 olur hesabı. Özünün ikinci, komandasının isə üçüncü qolu gəlir ondan. Və bu qoldan sonra isə hakim də ilk səni yekunlaşdıran fitil səsləndirir. Qısa fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun TV'de futbol sevərlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni biz zirvə komandasının 3-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Suraxanlı ilə mübarizədə baxaq görək. İkinci hissədə Suraxanlılar, son çempionlar, geri dönüş həmlələri necə alınacaq? Uğurlu olacaqmı? Və ikinci hissə başlar-başlamaz qol gəlir demişdim ki, gəlmədi mi? Top xətti keçməmişdi mi? Vara baxılır. Vara baxılacaq. Məncə keçmişdi axı. Və vara baxıldı. Qoldur, bəli, qoldur. Mən artıq Elmar Əliyevi qol Elmar Əliyevdən gəldi deyə qol sevinci bildirəcəkdim. Sonra oyuna davam etdilər. Qədər müəmmalı qaldı mənim üçün də, amma açıq-aşkar top xətti keçmişdi. Hesab 4-0. Zirvə komandasının leyhinə. Ceyhun Mənsimov. Caviddən top etkisi. Qüvvətli zərbə gəldi. Top qapıdan yan keçir. Bu maçdan sonra zəfər qala mübarizəsi baş tutacaq. İkinci hissənin əvvəllərindəyik. Mikail Əsənov. Aras. Ceyhun Mənsimov.
Çayal geriyə doğru. Elcan, Diagon ötürməsi dəqiq alınır. Out. Sarı'nın ötürməsi Namik. Əşəsə Salih Rəsulov təpi qəbul etdi. Sağsına ötürmə gəldi. Cafid və gol! 5-0. Zirvə komandası fərqi bir qədər də artırır. Bəli, bu maçdan sonra zəfər qala mübarizəsi baş tutacaq. Sadiq. Top sabitdə. Elmar. Erdeyə götürmə edir. Yusif. O qoyuldu zərbəsinə. Əli oyun. Yusif'ten 50 oyun var. Sadiq. Ezen Namik. Elmar. Hakim üstünlüğü presini əməliyyətdə. Sağsına ötürmə. Sadiq. Sürətdən Dani'dən zərbə gelir və top tordadır. 6-0. Nəfəs Sadiq topu tora qovuşturur və deyəsiniz zədələnir. Meydanı da tərk edir bu ondan sonra. Şeyin de var. Kullanın Özcan'ın zərbəsi. Al. Üçüncü de flash orada sık. Gelme. 6 yer. 5 Zeyhon. Çayal. Şeyin de var. Sen kaçamıştın. Bir de. Şanla Cavid ötürmə gəldi. Qüvvətli zərbə. Qeyri dəqiqdir. Yusif. Devam edə bilmədi topu. Elmar Əliyev gözəl qolla imza ata bilərdi, amma qeyri-dəqiq zərbə endirdi. Hər bir Ceyhun Əsimanın itirməsi alta yollanır. Ara ötürməsi yaxşı alındı. Kənan çəkdi sol ayaqla, zərbə qeyri-dəqiqdir. Elmar Əliyev. Reydi quruldu. Əliyev. Salih.
Ay Salih. Bu düz Al. yerdə bax. Cafid. Kənanla da top. Elmar yeniden Kənan. Kənan istədiyi kimi davam edə bilmədi. Suraxanlardan əks-ücü məmləsi. Yusif. Yeniden Mirceyhon. Sümov yaxşı sıyrılır bir rəqibindən alt qazandı. Bu maçdan sonra Zəfər Qala mübarizəsi baş tutacaq bəli. Salih Rəsulov. Top meydanda qalmadı, out. Yusif. Elmar. Salih'dən sərfə gəldi və Araz Allahverizadə üzərinə gələn topu dəf edir. Tərlan cınaha dəyişdirdi. Bloklanır zərbəsi Yusifin. Korner. Daha bir zərbə Baxın üzərinə yollandı. Mamiqdən sağ-sına atırma gəlir. Ama top alta yollandı. Ceyhon. Şimdi saxlayıb oyunu. Şara geldi. Zərbə canlı səhətdən qaydar. Çayləsənov. Əks-ücü mərməsi zirvə komandasından dəyişmədə epizod yaranıb. Ötürmə gəldi amma qarşıladılar ötürməni. Yusif. Altı yollandı. Yenə Mirceyhondan zərbə gəlir Əli. Reflekslərə əlat əlinin. Elcanla zərbə qapdan alış istəyir. Kənan. Anlaşa bilmədilər komanda yoldaşı ilə. Bəli, hesab 6-0'dır. Zirvə komandasının lehinə. Çayləsənov. Mirceyhon. Simov zərbəsində toxunuş var. Kim zərbəsi? Uzaq məsafədən yoxladı İlcan qapını amma bir də iyi zərbədir. Salih Rəsulovun zərbəsi dirəkdə meydanı tərk etdi. Ercan var. Ercan var. Tərlan. Out.
Götürməsi Elmar Əliyev. Elmar Əliyev və 7-0 olur hesab. Zirvə komandasının 7 nömrəsi komandasının 7-ci qoluna imza atar Elmar Əliyev. Son 10 dəqiqə. Maçın bitməsinə son 10 dəqiqə. Və top orada. 7-1 buraxılan qollardan birinin əvəzinə çıxır Elcan. Suraxanlar nəhayət ki təsəlli qolu gəlir onlardan. Давай, давай. Sadiq İşəs oynadı. Və top ortadır. Salih Rəsulov 8-1 edir hesabı. Çayın ötürməsi Elcan. Edəm Çayal. Əhsənovdan zərbə qapının üzərinə yollanır. Salih Rəsulov. Ox qoyuldu zərbəyə. Yox, cərimə zərbəsi sürüşmə fəndi. Sürüşmə fəndindən istifadə elədilər, amma icazə yoxdur sürüşmə fəndinə. İşarə gəldi. Namiq özü zərbə indirir. Küfür təhv etdi. Suraxanlar əks hücumdadır. Şair Əhsənov. Keçə bilmədi Sadiqi. Topu səliqəli şəkildə götürdü rəqibindən. Bir reytdə gəlir. Gözəl hərəkətlər Sadiqdən. Kapitanı ilə oynayır mərkəzdə. Sağ saha. Salih. Salih. Qaydan top. Salih Rəsulovun pasını sarı vergi yazılır. Az öncəki hərəkətinə görə. Bəli. İdmançıya yaraşmayan bir hərəkət. Salih Rəsulov. Zərbə qapını aralı kəsdi. Elmar Əliyev kapitanı ilə oynadığı Qələndər, yenidən Elmar və 9-1 zirvə komandası fərqi 8 topa qaldı. Şahin Əhsənov. Əhsənovdan zərbə qapını aralı keçir.
Cafit. Sadik oynuyor. Yeniden Cafit. Oplamik'te. Hemen tır. Bravo. Kerender. Karşıladılar ona. Salih Rəsulov. Cavil yeniden Salih Rəsulov. Müdafiəçilərdən toxunuş var. İkinciden zərbə. Gəlişinə qayçı var zərbə Salih Rəsulovdan qapının üzərinə yollandı. Necə Məsimov fram edə bilmədi Tərlanın ötürməsini. Sadikdə gözləyir. Yanında yenə kapitanı ilə oynadı. Önlərdən sol uzuna ötürmə gəldi. Namik. Sati. Şaylə Sənov. Uzun dəyişdi. Mircəyo Mənsimov. Cafit. Gələnlər və gol! Kapitan meydana daxil olur və qola imza atır. Hətta 10-cu qola imza atır. On bir. Out. Kenan kullanmasına imkan vermədilər. Cavitdə. Namikdən gəlişinə zərbə qapının üzərinə yollandı. Son 2 dəqiqə. Maçın yekunlaşmasına son 2 dəqiqə. Gələnlər. Cafit yenə Gələnlər və qapısı qarşıladı. Sadik. Gələnlər. Özü zərbə indirir və dubl imza atır. El Capitano. 11-1. Hakim də final üstünü səsləndirir bu qoldan sonra 11-1 hesabı ilə böyük hesabla qalibiyyəti imza ataraq zirvə komandası 3 xal aktivlərinə yazdırırlar. Bizdə reportajımızı bu maçdan sona çatdırırıq. Oyun boyunca sizləməyi demişəsiniz Heydər Hüseyinli. Günün son maçında görüşmək ümidi ilə sağ olun, salamat qalın.